Bax, ekranın tez-tez belə dönməsi əsəb pozucu olur. Buna görə də orientasiya kilidini aktiv edirik ki, istəmədiyin yerlərdə ekran dönməsin. Amma bəzən də ekranın dönməsini istəyirik. Məsələn, YouTube-da videoya baxanda və ya yol gedərkən naviqasiya işlətdikdə. Bu kilidi hər səfərində açıb bağlamaq əvəzinə sənə çox rahat bir yol göstərəcəm. Shortcuts tətbiqinə gir və altda yerləşən avtomatlaşdırma hissəsinə daxil ol. Buradan avtomatlaşdırma yaratmağa, sonra da aşağı enib tətbiqlər seçiminə daxil ol. Ekranın hansı tətbiqlərdə olanda dönməsini istəyirsənsə, həmin tətbiqləri seç. Burada da açıq olanda seçimini aktiv et və dərhal başlatmağı seçib növbətiyə bas. İndi də axtarış yerinə orientasiya kilidi yazıb daxil ol və bunu deaktiv et. İndi gördüyün kimi telefonu çevirdikdə ekran dönmür. Amma seçdiyim tətbiqlərdə olanda telefonu döndərən kimi avtomatik olaraq orientasiya kilidi deaktiv olur və ekran dönür. Bu cür videoları bəyənirsənsə kanala abunə olub izləmədə qal ki, davamı gəlsin.